Nə vaxt tərpənirsən, nə vaxt evlənirsən? Ümumiyyətlə qohumlarımız bunu dayanmadan bizə sual verir. Çünki bu cəmiyyətin bir xüsusiyyətidir. Xüsusilə bizim kimi cəmiyyətlərdə sən yeni bir status alırsan evlənərək. Yəni sən bir ritual prosesi keçirsən, o toy əslində bir ritualdır. O ritualdan sonra sən yeni bir kimlik ortaya qoyursan və cəmiyyət tərəfindən qəbul edilirsən. Cənubi Amerikadakı hansısa bir tayfa uşağının əlini salırlar belə qarışqada olub yerə və gözləyirlər ki, dözsün hamısına. Və yaxud da ki, hansısa bir Afrika tayfası atır uşağı meşəyə deyir ki, qayıdıb gəlsə təzədən cəmiyyətə qəbul olacaq. O proses müddətində o cəmiyyətdə sayılmayan biridir. Yəni cəmiyyətdə kimliksizləşir. Öncəki kimliyi uşaq kimliyi idi. Sonra kimliksizləşir, sonra yeni bir kimlik əldə edir. Biz də əslində o məqama düşürük. İndi mən subay bir statusa sahibəm. Evləndiyim məqam o kimliksizləşdiyim məqamdır ki, ha mənə bəy deyir. Məni bir növ yeni bir şəxs kimi qəbullanmağa hazırlaşırlar və bir ritual keçirirlər. O toy bir ritualdır və sonunda mən yeni bir şəxs olaraq tayfada qəbul edilirəm. Yəni əslində evlənməyən insanın tamamlanmamış insan sayılır bu qədim cəmiyyətlərin düşüncəsində. Ona görə bunu hər dəfə bizə sual verir. Bala nə vaxt tərpənsən? Bu sual əslində səni yeni bir şəxs kimi görmək istəyidir ki, başqa tayfalarda da bunun fərqli örnəkləri var. Afrikada fərqlidir, Cənubi Amerikada fərqlidir, Avstraliyada fərqlidir, amma günün sonunda hamısında özünə məxsus yerləri vardır.